əgər yemək, içmək insan üçün kamillik nişanəsidirsə, bəs onda nəyə görə çox yeyən insana qarınqulu deyildikdə bu şəxs o sözdən narahat olur? Bu cür insanlar ki, ləzzəti yalnız yemək, içməkdə, gözəl paltarlarda, mal dövlətdə, məsələn, intim münasibətlərdə, bu kimi şeylərdə görən və bunlarla məhdudlaşdıran insanlar, bu dediklərimizə əhəmiyyət verməyən, bu kimi şeylərə o qədər də önəm verməyən insanları yoxsul hesab edirlər, onları xor görürlər, onlara yuxarıdan aşağı baxırlar. Baxın, bu maddi məsələlər, bu cismani ləzzətlər nə zamandan bəri insan üçün kamal hesab olunubdur? Yemək, içmək nə zamandan bəri insan üçün kamal hesab edilibdir? Diqqət edin, əgər yemək, içmək insan üçün kamillik nişanəsidirsə, bəs onda nəyə görə çox yeyən insana qarınqulu deyildikdə bu şəxs o sözdən narahat olur? Bəs niyə? Əgər kamillikdirsə, gərək narahat olmaya. Əgər çox yeyib içmək kamala çatmaqdırsa da, kamilliyin nişanəsidirsə də, onda gərək çox yeyən insanlar dünyanın ən kamil insanları olsunlar. Halbuki biz baxdıqda görürük, xeyr, qətiyyən belə deyir, tam əksidir. Ən kamil insanlar ki, Allah Taala'nın peyğəmbərləri, imamlardır, görürük ki, onlar ən az yeyən insanlardır, ən az yatan insanlardır. Deməli, bunlar insan üçün kamillik nişanəsi ola bilməz.